Xaləddin müəllim adlı daha bir tamaşaçımız sizə yazır ki, yaşa görə pensiya alan şəxs seçki məntəqəsinin rəhbəri kimi də pensiyaya çıxa bilərmi? Ondan hər hansı tutulma ola bilərmi? Maraqlı sualdır, amma məsələ burasındadır ki, seçki məntəqəsinin rəhbəri olmaq bu daimi bir iş deyil. Seçki məntəqəsinin rəhbəri olmaq təbii ki, seçkidən seçkiyə belə deyək də mövsümi iş kimi qiymətləndirilir. Sadəcə və ümumilikdə insan eyni dövrdə seçki məntəqəsinin rəhbəri olması, mövsümi iş olması eyni anda bir neçə yerdə işləyə bilər və yaxud da bir yerdə işləyib təqaüdə çıxıb sonradan başqa bir fəaliyyətlə məşğul ola bilər ki, təqaüddən zaten bir dəfə çıxırıq, amma istəyir eyni dövrdə, istəyir təqaüddə olduğumuz dövrdə gəlir əldə ediriksə, oradan bizim sadə dildə tutmalarımız olur, pensiya kapitalına olan tutulmalarla yanaşı digər hesablamalar olur. O, həmin tutulmalardan bir qismi də qeyd etdiyim kimi pensiya kapitalına yolu ki, bu sadəcə bizim pensiyamızın, təqaüdün məbləğimizin artımına səbəb ola bilər. Başqa burada təkrar pensiyaya çıxmaq, təkrar bir kart almaq, oradan təkrar pensiya almaq mümkün deyil təbii ki. Aydın, təşəkkür edirəm. Dəyərli izləyicilər, siz də suallarınızı və təkliflərinizi 070 222 91 39 WhatsApp nömrəsinə göndərin. Sağ olun.